May ayının enerjisine baxaq. May ayı sənə nələr gətirəcək, hansı enerjide olacaqsan, münasibətlə əlaqədar, işlə əlaqədar nə xəbər eşidəcəksən, gəl buna baxaq. May ayının ümumi enerjisi necə olacaq sənin üçün? Şəxsi həyatında ümumi enerjisi, yəni özünlə əlaqədar sırf, öz enerjin necə olacaq? Münasibətlə əlaqədar, münasibətin varsa necə olacaq? Münasibətin yoxdursa necə olacaq? Ümumi enerjisi, işlə əlaqədar, pulla, maddiyyatla əlaqədar hansı xəbəri eşidəcəksən, hansı yenilik olacaq və fokusun nədə olmalıdır? Gəl buna baxaq. Bu qədər suallar var. Ümumi may ayına baxırıq. Birinci, baxırıq ki, may ayı ümumi olaraq sənin üçün hansı enerjide olacaqsan. May ayının ümumi enerjisi yeniliklərlə dolu bir olacaq. Yeni xəbərlər eşidəcəksən. Çox sürətli keçəcək may ayı. Sanki gözünü açıb yumacaqsan, may ayı keçəcək. Belə deyim də, aktiv olacaqsan. Bu belə bir enerjidir. Yəni yollarda ola bilərsən, aktiv ola bilərsən, sevinə bilərsən. May ayı ümumiyyətlə hərəkətli bir ay olacaq sənin üçün. Şəxsi həyatından əlaqədar hansı enerjide olacaq? Şəxsi həyatından əlaqədar. Həyatında bir dönəm olacaq. Seçim qarşısında qalacaqsan may ayı özün üçün. Bir dönəmi bitirib başqa bir dönəmə keçəcəksən. Bir yol qaranlıq yoldur, bir yol işıqlı yoldur və sən bu yolun ortasındasan və seçim edəcəyin bir yol olacaq sənin üçün. Vacib bir qərar verəcəyin bir yol olacaq sənin üçün may ayı. Bu vacib qərar, gəl bir dənə baxaq, nə ilə əlaqədar olacaq? Bu vacib qərar ətrafındakı insanlarla əlaqədar ola bilər. Sanki sahəni dəyişəcəksən. Belə deyim də, ətrafında hiylə, paxıllıq, düşmənlər olan bir yer var, bir yol var. O yolu buraxıb yeni bir yola keçə bilərsən. Bunu göstərir. Gizli bir planlar olduğunu görəcəksən və bu planlarla əlaqədar, yəni gözün açılacaq, belə bir aktiv bir yol olacaq və sanki yenilənəcəksən. Özünü biraz qorxaq hiss edə bilərsən, amma yeni başlanğıclar olacaq sənin üçün. Yəni sənə layiq olmayan bir yeri bitirib yeni bir başlanğıca keçəcəksən. Yeni bir səhifə açacağın bir dövr olacaq özündən əlaqədar. Münasibətlə əlaqədar necə olacaq? Münasibətin varsa sənin üçün necə olacaq may ayı? Münasibətin varsa may ayı biraz belə nədənsə narahat ola bilərsən. Baxın. Amma o narahatçılığın sənin sevinci ilə nəticələnəcək. Belə bir şey var. Münasibətlə əlaqədar, belə deyim də, narahat olduğun bir dönəmdən keçirsən. Yəni, əgər münasibətinizdə bir soyuqluq varsa, bu soyuqluq dönəmi bitir. Dostluq, daha da mehribanlıq bir dönəmə keçirsən münasibətində. Yoxdursa, necə olacaq sənin üçün? Yoxdursa münasibətin, may ayı sənin üçün, belə deyim də, bir müddət, yəni may ayında yeni bir tanışlıq falan tam olaraq görmürəm. Sadəcə, hansı ki, bəziləriniz üçünsə, baxın, bir dövlət qurumunda, bir binada, bir yerdə xəyalında olan bir insanla anidən qarşılaşma olacaq. Məsələ budur. Yeni bir tanışlıq, dövlət qurumundan əlaqədar ola bilər, rəsmi qurumda, bax, belə bir şey. Və burada bir insanla tanışlıq çıxır sənə, yeni bir tanışlıq. Hansı ki, xəyalında olan bir insanla yeni tanışlıq. İnşallah xeyirli olsun. Gəl baxaq, işlə əlaqədar, pulla əlaqədar hansı enerjide olacaqsan. İşlə əlaqədar, maddiyyatla əlaqədar biraz qarışıq, aydın olmayan bir vəziyyətlərdən çıxış yolu tapacaqsan. Çıxış yolu tapacaqsan və burada huzur tapacaqsan. Yəni, maddiyyatla əlaqədar hansısa bir sıxıntıların var idisə, o həll olacaq. İşlə əlaqədar gözləntidədsənsə, bax, yeni bir xəbər gələcək işlə əlaqədar. Çünki narahat bir dövrün sonlanmağa çıxır maddiyyatla əlaqədar sıxıntılarını. Bəzilərinizin tutaq ki, xəstəliklə əlaqədar tutaq ki, biraz pulun çıxırsa artıq sağalacaqsan. Bax, belə bir şey çıxır. Yəni, maddiyyatla əlaqədar olan sıxıntılarından çıxış yolunu bir açar tapacaqsan və ondan keçəcəksən. Bəziləriniz isə, məsələn, ev alqı-satqısı, nəyinsə bir açarla, maşın, nəyinsə bir alqı-satqısı olacaq sizin üçün. Okey, gəl baxaq, nə xəbər eşidəcəksən may ayında, nə xəbər eşidəcəksən? Gərginliklər var, bir gərgin məsələ var. O gərgin məsələnin sakitliyi
çıxır burada. Hansı ki, səni gərgin eləyən bir məsələ var. Bu gərginliyin aradan qalxdığını eşidəcəksən. Burada bir kişi ilə əlaqədar, tutaq ki, səndən əl çəkməyən bir eks varsa, o əl çəkib gedəcək. Səninlə uğraşan bir kişi fiquru var burada. O kişi fiquru rahatlaşacaq və uzaqlaşacaq səndən. Belə deyim, o kişi ilə əlaqədar problemlərin aradan qalxacaq. Belə bir xəbər eşidəcəksən. Nə yenilik olacaq may ayında? May ayında yeni xəbərlər gəlir sənə. Həqiqətən də yeni xəbərlərin bol olduğu dəyişikliklər var. Məsələn, hamiləlik gözləyirsənsə, buna doğru bir şans yolun açılacaq. Evlə bağlı dəyişiklik olacaq. Həyatında yeni bir dəyişiklik eşidəcəksən. Yəni yeniliklər bu olacaq. Əvvəlki sən olmayacaqsan may ayında, belə deyək. Fokusunu nəyə verməlisən? Fokusunu ətrafında olan dost üzlü insanlara, düşmənlərə verməlisən. Fokusunu sənə hiylə yaradan düşmənlərə verməlisən. Çünki bir hiylə var və bu hilənin üstünü aça bilərsən. Bir xəbər gələcək, hiylə niyyətli bir xəbər ola bilər. Kimdənsə sənə xəbər gələ bilər, sir açılacaq. Burada ən çox çıxan nədir? Bir insanın hiləsi, bir insanın ikiyüzü açılacaq, ortaya çıxacaq. Yəni fokusunu da ona verməlisən. Çünki araşdırsan, çox məlumatlar öyrənə bilərsən bir insanla əlaqədar. Ümumiyyətlə, ay sonu hansı enerjide olacaqsan, ay sonu sevinəcəksən, ay sonu rahatlıq tapacaqsan, blokajlar, manelər aradan qalxacaq və bir tık yüksələcəksən. Bu qədər aldım, qəbul edilməyəz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.